Görsənir ekran. Bəli, görsənir. Aha, 35-ə baxırıq deməlidir diz. Elə. Ondan əvvəldə yoxdur. Ama 31 demiştim, 35 demedim. ABC üçbucağında. Bugünlük də bunun üstündə yazmalı olacağıq. Bu birisini nə illah eləyirəm. Bayaqdan Nasan onunla oynadım, açamadım. Deməli, ABC üçbucağında A, B, C. Bucaq A 3 pi böl 5'dir. Onu biraz balacalaşdıraq. 3 pi deyəndə 540 deyir də, yəni ki 545'e. Hı -hı. 3 vur 180 böl 5. Bundan bu getdi 36. 36'ını da vuranda 8, 108 deməkdir. 540 deməkdir. 108 dərəcədir. Bax, bura 108 dərəcədir deməli. Bucaq A. Dərəcəyə çevirdi ki, daha yaxşı başa düşək. Bucaq B-dən, bucaq C-ni çıxanda 24 eləyir. Bucaq B-yə bir X deyirəm. Bucaq C-yə də deyirəm 24 çıx X. Başa düşdünüz niyə? Bəli. Bucaq niyə? B-nin Hə, nə? Necə oldu, bir dənə deyə bilərsən? Bundan bunu çıxanda eləyir 24, düzdür? Biri nədirsə, o birisi 24 çıx budur da. Elə bil ki, yazıram, bucaq B çıx, bucaq C bərabərdir 24. Bucaq B-yə X qoydum. Onda bucaq C nəyə bərabərdir? 24, X Mənfi çıxasın bucaq 24. C bərabərdir 24 çıx X. Mənfi də bu yana keçir. Bucaq C bərabərdir X çıx 24 olur da. 24 çıx X olur da. Mənfi sayılmır bucaqdan. Bucaq BX-də bu X üstəgəl 24 olur. Yox, X üstəgəl 24 olur. Bu X-dırsa, bucaq C-ni tapanda nə edirik? X çıx 24, hə? Yox, düz demədim. Bir dənə də yazaq. Bayaq düz yazmışdım. X çıx 24 olur. Nədir burada səhv yazdım? Bura X qoyduq. Bura X qoyduq. Bucaq C bərabərdir. X qalır burada. Mənfi bucaq C keçir oyuna. 24 də keçir bənə çıx olur. X çıx 24 bərabərdir bucaq C. Bucaq C deməli olur 24 çıx X. X çıx 24. Olur. X çıx 24. Elə. Bu üçünün cəmi 180 eləməlidir. Yazıram 108 üstəgəl X üstəgəl X çıx 24 bərabərdir 180. X-in üstə X gələndə 2X bərabərdir 180 çıx 108 mənfi 24 də keçir müsbət 24. 2X bərabərdir 180 çıx 108, ondan 8-ni 2, 72, onun da üstə 24 gələndə 6, 96. 2x 96-dır, x da 48-dir. Bura 48-dir. Burada 48-dən 24-ün çıxanda 24-dür. Olarsa bucaq B-nin radian ölçüsünü tap. Bu 48-i radiana çevir. Bura nə yazırdım radian olanda? Minus. Pi ilə yazırdıq da. Bura nə yazırdıq? 180 yazırdıq. Ha, Yoxsa pi yazırdıq? radian bildim. Yox, oraya 180 yazır. Pi olsaydı o bir səhvə yazacaydıq. Bunları da ixtisar eləyirik. 6-ya getdi 8 dəfə, 6-ya getdi 30. 2-yə getdi 4, 2-yə getdi 15. 4 pi böl 15 elədi. Deyə Y bəndində. Deyə burada. Gördüm. Həliniz apsa gedir. Məndən sonra dərsə bir dəfə də qulaq asın. De. Matematikə də baxardıq da zəhmət olmasa. ABC kvadratı 9 kongruent kvadrata bölünmüşdür. Şəkilə əsasən sinus alfa vur kosinus beta hasilini tap.
Bu 9 dənə kongruent kvadrata bölünüb. 9 Bəli. dənə bərabər kvadrata bölünüb. Gəl bura 1 olsun, bura 1 olsun. Bildiniz niyə? Kvadratın bütün tərəfləri bərabərdir. Sahəsi olacaq 1-in 1-ə 1, 9-a da vuranda 9 eləyəcək. Yəni hərəsinə 1 santim götürürük. Şəklə əsasən sinus alfa. Bax, bura sinus alfadır, görürsünüz? A olan mı? Bəli, alfa. Bəli. Bura sinus alfadır. Deyir bunu və kosinus betanı tap. Qoy görək necə taparıq sinus alfanı. Sinus alfa Bəlkə qarşı ki. katetin hipotenuza nisbəti idi. Amma burada düzbucaqlı üçbucaq yoxdur. Bax, sənə buradakını verir. Bunu tapmaq üçün mən düzbucaqlı üçbucaq yaratmalıyam ki, qarşıdakı katetin hipotenuza bölünməsi olsun. Bu bucaq elə bu bucaqdır. Bu bucaq elə bu bucaqdır. Baxın. Mən başa düşürsünüz, düzbucaqlı üçbucaq yaratmalıyam. Bu bucaq elə bu bucaq. Bax, bunun qarşısı buradır. Bunun da çarpazı buradır, gördünüz? Bəli. Aydın oldu. Bura 90-dır, düzdür? Bura alfadır, 90-dır. Bura nədir? Bura ikisi bir yerdə 90-dır da. Bax, bura ikisi bir yerdə 90-dır. 45, 45. Yox, bilmirik tən bölüb bölməyib. Bura alfadır, bura nədir? Bura nədir var? 90 çıx alfa. Bəli, 90 çıx alfa. Biz bilmərik o nədir. Biz buranı tapıb sonra onun qonşusundakı alfanı taparıq. Biz bu bucağı 90 çıx alfanın sinusunu tapmaq üçün bu bucağın sinusunu tapanda nə edirdik? Hipotenuza bölürdük Qarşıdakı də. kateti hipotenuza bölürdük. Qarşıdakı katet buradır. Bura nə qədərdir? 1 kök 6. Şey, 1'dir, 1. mən Kvadratın bir cavablara tərəfi baxırdım, 1'dir. açdım. 1, 1. Bölürük hipotenuza. Bax, bura bölməliyik. Bura baxaq. Bura nə qədərdir bu bölür? 2, 1 biradır, 1 biradır. Oldu mu 2? Buranı tapaq. Bax, bunu ayırıram qırağa. Yarımçıq xətlərlə işləməyin. Başa düşün ki, bax, bu da bir xətdir, bütöv xətdir. Yarımçıq onun ortasından gedən xətdir. Bax, biz buranı deyirik. Bax, bura 1 santimetr, bütöv xətdir. Bura da 1 santimetr. Oldu 2. Burası da 1. Deməli, biz bu hipotenuzu tapmalıyıq. Bura 2-dir, bura 1-dir. Düzdür? Bura 90 dərəcədə. Hipotenuz tapanda bunun kvadratını toplayırıq kök altında. 2-nin kvadratı 4 üstəgəl 1, kök altda 5. Bura kök altda 5-dir. Biz də bu bucağın 90 çıx alfanın sinusunu tapırıq. Bu bucağın sinusunu tapanda yazırıq sinus. Nə yazım ortaya sinusun yanına? Sinus 90 çıx alfa. Bəli, 90 çıx alfa bərabərdir. Sinus 90 çıxa qarşıdakı kateti 1 böl kök altda 5. Düzdürmü? 90 gedir kosinus alfa. Bu gedir olur. Kosinus alfa bərabərdir 1 böl kök altda 5. Amma bizə deyir ki, sinus alfanı tap. Biz kosinus alfanı tapdıq. Sinus alfanı hardan tapaq? Sinus kvadratı alfa. 1 çıx kosinus kvadratı alfa, bəli, eləyir sinus kvadratı alfa. Yəni 1-dən çıxacaq 1 böl kök altda 5-in kvadratı da 5. Düzdür? Çıxanda eləyəcək 5-də 4. Bu eləyir sinus kvadratı alfa. Sinus alfa da nəyə bərabərdir? Bundan da kök alırıq, bundan da. 4-dən 2 çıxır, bu isə kökün altında qalır. Düzdür? Deyir, sinus alfanı tapdıq. Bura kimi aydın oldu? Bax, biz sinus alfanı tapdıq. Əslində biz bu alfanı tapdıq. Buradan da bu alfa bərabər idi. Biz ona görə sinus alfanı tapdıq. Deməli, sinus alfanın qiymətini götürdük. İndi kotanges betanı tapmalıyıq. Deyib, beta buradadır. Beta buradadır. Biz bunun kotangesini tapmalıyıq. Biz bunun kotangesini tapmaq üçün mütləq düzbucaqlı üçbucaq yaratmalıyıq. Bunu elə yerə aparaq ki, orada düzbucaqlı üçbucaq olsun. Bu başqa hara ilə bərabərdir? Bunun qarşılıqlısı hanı? Betanın qarşılıqlısı hara? Bax, buradır, düzdür? Bunun çarpazı haradır? De, bura. Başa düşürsən? Bax, bura. Bunun buradır qarşılıqlısı. Bu qarşılığın da çarpazı buradır. Düzdürmü? Bunu. Bizə isə burada düzbucaqlı üçbucaq yoxdur. Bax, amma burada düzbucaqlı üçbucaq var. Baxın. Bax, başqa rənglə çəksəm, görəsən. Bax, bu üçbucaqda, bu üçbucaqda. Bura betadır. Bizə isə bura lazımdır. Bura, bax, qırağa yazıram. 90 çıx betadır. Biz 90 çıx betadan betanı tapsaq, sonra oradakı betanı oradan əvəz eləyə bilərik. Bunu tapaq. Bunun kotangesini tapanda nə edirik? Qayda nə idi bu? Hipotenuza. Nəyə? Yox.
Kotanjesi deyirsiniz. Hə, şeydir, bitişik Bitişik katetin qarşı kateti. Bəli, bitişik katetin. Bitişik kateti bax budur. Düzdür? Bitişik kateti budur. Qarşı kateti də budur. Bu da hipotenuzudur. Qoyuram qırağa. Bitişik kateti neçə santimetrdir? Qarşı kateti neçədir? 1. Mən Bir. deməli bu bucağın 90 - bettanı tapmaq üçün kotangesin olacaq bitişiyin 3-ün 1-ə nisbəti. Eləyir nə? 3. Nəyi tapdım? Kotangens bettanı tapmadım ha. 90 - bettanı tapdım. O 3-ün 1-ə nisbətidir, yəni 3-dür. Bu da kotangens gedəndə olur. Tangens betta Tangens. 3 oldu, düzdür? Amma mənə tangens betta yox, kotangens betta lazımdır. Tangesi 3-dür. Kotangesi nəymiş? 3'də 1. Bəli, nə deyirdik? Tangesdən kotanges bir-birinin Tərsi. tərsidir. Yadınızdadır. Bu nədirsə onun tərsidir. Tangens 3-dürsə, kotanges betta da olacaq 3-də 1. Vəssalam. Biz tapdıq sinus alfa bu idi, kotangens betta da bu idi. Yazırıq. 2 böl kök altda 5, vururuq 1 böl 3. 2 böl 3 kök altda 5. Bunu da məxrəci irasiyandan azad edirik. Nəyə vururuq? 3 kök 5'e vurdu. Yox, 3-ə vurmuruq. Sahib, ancaq kök olana Kök vururuq. 5'e. 3 Ha, bildim. Kök kök 5'e 5-ə, vurdu. kök 5-ə. 2 kök Orada 5 böl. 3, aşağıda 15 eləyir. Yuxarıda 2 kök Vəssalam. 5. Görək bu hardadır. Biz aldıq 2 kök 5 böl 15. Bəli. Y. Deməm Y variantında var. Bir də təkrarına qoy, bir də təkrarına baxın sonra. De, Ha, 33 məndən. 33. məndə də eləməm. Şəkil açarsan 2 sinus alfa çıx, 2 kosinus alfa ifadəsinin qiymətini tap. Var yazın. Baxaq, buradan bu xətti çəkmişik, buradan da bunu çəkmişik. Sinus alfa. Özü tapmışdı bunu 3. Yoxsa yox. Buranı bu nə verib? Hə, bunun verdiklərinə gəlin baxaq, onlarla işləməyə çalışaq. Deməli bu bucağın sinusunu tapanda qarşıdakı bura 5-dir, bura 3-dür. Baxın uşaqlar, bu radiusdur. Görürsən, radiusu 5-dir. Deməli bu xətt də 5-dir də, bu da radiusdur axı. Bura 5-dir, bura 3-dür, deməli bura da 4-dür Pifaqor ədədlərindən. Bunu başa düşdünüz? Hə, 5, 4 bildim, 3, 4, 5. Sinus alfanı tapanda nə edirik? Qarşıdakı kateti 4-ü bölürük 5-ə. Bölürük hipotenuza. Bəli, və eyni bucağın kosinusunu tapanda bitişik kateti bölürük hipotenuza. Düzdür? Onda Kosinus yəni alfa da 3'ü bölürük. Hə, 3'ü siz bunu bölürük rahat 5'e. yazmalıydınız. Hər şey gözünüzün qabağındadır. 3 vur 4 böl 5 çıx, 2 vur 5 böl 3. Bunu da hesablayıb özün cavabı alarsan. Sonra 34 də qalır. 34'ü yazmışam. Sahib Məndə yazmısan. bəli. Qalıb. Baxın. Bunlar hamısı qəbula gələcək misallardır. Bax, trigonometriyanın məsələləri hamısı qəbula gəlir. Ona görə bunlara eyb yox. Bir dənə baxacam. Burada Bərabər yanlı üç çoxsuna bucağın baxıb yox məndə. Bərabər yanlı üç bucağın oturacağının bitişik bucağı bettadır. Bura bettadsa, bura da bettadır. Niyə? Bərabər yanlı oldu. Bərabər yanıbsa 2 Sinus tərəfi betta, bərabər oldu. Tamam. sinus betta 2-də 1-dir. Bu bucaq bettadır, amma bunun sinusu, bunun kosinusu da olur. Tam bunun təkcə sinusu, sinus bettası bərabərdir 2-də 1-ə. Alo. Dərsdəyim Şahin, onlayn dərsdəyim. Tam yığarım sən, ola. Hə. Baxaq, bura betta. Sinus 2-də 1-i nə vaxt alır? Bax, o qiymətlə işləsəz tapardınız. 30-da düzdür. Bura 30-dur, bura da 30-dur. Elədimi 60? Burada 120 qalıb da. Təpədəki bucağın dərəcə ölçüsünü tap. Versəydi ki, sinus betta bərabərdir kök 3 böl 2, başa düşməliydin ki, bura 60-dır. Bura da 60, deməli bura da 60 olacaqdı. Onda bərabər tərəfli üç bucaq olacaq. Buradakı şey sizə göstərir də. Verməz ola deyər ki, tangens betta bərabərdir kök 3. Nə deyəcəkdim? Deməli bu neçə dərəcədir? 60-dır da. 60. Bildiniz? O bucağın dərəcəsi qiyməti sənə göstərməlidir ki, dərəcə nədir? Sonra
35, 37. 38 doğru. Səhv deyil. Dairəvi yolda A nöqtəsindən saat əqrəbinin əksi istiqamətində hərəkətə başlayan avtomobil buradan saatın əksinə, saat belə gedir 1, 2, 3, 4, 5. Bu bunun əksinə 5pi/2 radianlıq bucağın hərəkət etdikdən, radianlıq bucaqla hərəkət etdikdən sonra baxaq 5 vur 180 böl 2. 450 dərəcə yol getdikdən, radianlıq bucaqla hərəkət etdikdən sonra 450 qədər yol gedib. Hə, bunu şeydir, Evet. bu dövr tutmalıyıq da. Bəli, hərəkət 450-dən etdikdən sonra müəyyən qədər fasilə. 450-dən 360-ını çıxaq. Deyəcək Dokuz. 110. Yox 90, 90. 90. Yəni bu bura qədər yol getdikdən sonra bir dəfə 360 gedib, sonra da gedəndə gəlib bura düşüb. Başa düşürsüz? Bu gəlib burada durub. Bəli. Müəyyən qədər fasilə edir. Bura gəlib çatanda fasilə edir. Və qaldığı nöqtədən yenə eyni istiqamətdə 13pi/4 radianlıq bucaqla hərəkət edərək qaldığı nöqtədən, yəni bu 90-dan 13 vur 180 böl 4. 2-yə getdi, 2, 2-yə getdi 90. Bu 1, bu da 45. 45 böl 13 qədər yol gedir. 12, 13, 1, 5-ə 5, 4. Vurdu ya orada. Vurdu da 13-ü 45-ə vururam. Öldü zaten. Ya vurdu sen. Vururam. Evet. 12, 13, 1, 4, 5, 8, 585. 585-dən də yenə 360-ını tullayıram. 5, 2, 5-dən 225. Buradan da 225 qədər yol gedir. Buradan bura qədər getsə 180 gedər, düzdür? 180-ın üstə 90, hə, 180-dan sonra Ona gelir X oxuna kadar da en axıra kimi. 180 yox, 45 gəlir. 180-ın 180 125 qədər yol gedib də bu nöqtədən. 180-ını çıxaq görə nə qədər yol getməlidir? 5, 45. Bundan sonra da 45 qədər yol gedib. Bura çatanda 225 gedir. Bura 180, üstünə də 25 qədər yol getdi. 45 qədər gök yoldu, gəldi bura durdu. Deməli 13pi/4 radianlıq bucaqla hərəkət edərək B nöqtəsində dayanır. Bax, onun dayandığı nöqtə buradır. AOB bucağının dərəcə ölçüsünü tap. AOB. Bu bucağın dərəcə ölçüsünü tap. Bu 180-dan sonra nə qədər yol gedib? Bura kimi nə qədər yol gedib? Bax, bura kimi nə qədər yol gedib? Yox 45, 45. Niyə səs çıxartmırsan? 45. Bura kimi 45 yol gedib. Deməli, bura nə qədər qalacaq? AOB bucağının dərəcə ölçüsü də 45 qalacaq da. Çünki hər bir vektor koordinat müstəvisi 90-dır. Onu da yarıya bölübsə, deməli 45 qalır. Aydın oldu? Evet. Özdə deyir ki, AOB-nin kiçik bucağının dərəcə ölçüsü. AOB-nin kiçik bucağının dərəcə ölçüsü budur. AOB-nin böyük bucağı çöldəkidir. Bax, bu da AOB sayılır, amma çöl hissəsi sayılır. 360-dan 45-in çıxasdan o da çöl hissəsi sayılır. Sonra. Netliyə baxardıq bunu. Hı? 37-yə də baxaq. A-nın hansı natural qiymətində bu bərabərlik doğrudur? Bunu da yazmalıydınız. Bax, sinus Bərabər kvadratı olmalı, nəsə, değil mi? bəli, sinus kvadratı nəsə ilə kosinus kvadratı nəsə birdir. Bunlar nə vaxt eyni olanda olur da, düzdür? Sahib bunun Sinus qiyməti nədir? Həmin. Bunlar eyni olanda cavab 1 eləyir də, düzdür? Bəli. Da bu deməli buna bərabər olmalıydı. Ona görə 1 eləyib də bu. 3a kvadratı çıx 5a üstəgəl 3 bərabər olmalıymış 2a kvadratı çıx 4a üstəgəl 9a. 3a-dan 2a-nı çıxırıq. 1a, mənfi 5, müsbət 4. Mənfi a, 3 çıx 9, mənfi a. Bərabərdir 0. Bunu işləyib tapırsan da. 1 çıx 4 vur 6, 24, 25, x1 bərabərdir. 1 üstəgəl 5 bölü 6-nı 2-yə 3. Hansı Üç. natural qiymətində? 3, o birisi də mənfi eləyəcək, natural deyil. Cavab 3-dür. Aydın. O birisi də durur. Necə? 100% da durur. 38 də durur onda. Aydın. Səbiyyə yazmışdın? Mən başa düşmədim. Bax, sən yazmışdın. Baxaq. Siz deyəsiniz bunu. Bayaq buna aid birini sizə başa saldım. 90 kongruent kvadrata bölünmüşdür. Şəkilə əsasən tangens alfa, kotangens bettanı tap. Hanı düzbucaqlı, üstbucaq harda görürük? Bunu görürsünüz. Baba bunu.
Görürsünüz Görmürəm. bunu. O düz bucaqlı Hə, üç bucaqdan başqa burada düz bucaqlı üç bucaq tutanmırıq. Deməli ora gəlməliyik. Tapaq. Alfa burdadır. Elə eləməliyəm ki, ya bu küncə getməliyəm, ya bura. Başa düşdünüz niyə? yuxarı kimi Əlac deyirəm yoxdur məncə. da. Rahat, İkisindən birinə rahat. getməliyəm. Yuxarıdakına gedəyim. Yuxarıdakına qoy görək gedə bilirik. Bura alfadır. Bura da alfadır, düzdür? Bəli, Yo, yuxarıya məncə gedə gedəm. bilirik. Yuxarıya gedə bilirik. Mən onda Bura aşağı alfadır. gedirəm. Bu kəsişmə deyil. Aşağı düşək. Aşağıya baxaq. Bura alfadır. Bura alfadır. Əf! Deməli bura. Buradan ha tərəfə gedə bilərik, ona baxmalıyıq. Tamam, bura alfa. Hə, gedə bilirik yuxarı. Baxın. Elə yuxarıya gedə bilirik. Aşağıya da bəlkə getmək olar, amma daha yuxarını tap. Biraz da yekəldək, daha iri planda görsənsin. Bura alfadır. Eləcə bura da alfadır, düzdür? Baxın, bu bir paralel xətt. Bu da bir paralel xətt, düzdürmü? Bunun çarpazı deyib buradır. Baba bura. Başa düşdünüz? Bax, bunun çarpazı buradır. Baba nöqtə qoyduğum yer. Bunun çarpazı buradır, paralellərdə. Bu paralel xətt, bir də bu paralel xətt. Bunun çarpazı buradır, aydın oldu? Bunun da qarşılıqlısı buradır, düzdür? Bunun da Bəli. çarpazı buradır. Gördünüz? Amma yuxarı Başa getmək düşdünüz? olur, tamam. Deməli olurdu. Bura alfadır. Biz bu bucağın tangesini tapaq. Bu bucağın tangesini tapmaq üçün qarşıdakı kateti bitişik katetə böləcəyik. Bunun qarşısındakı katet 40 kongruent. 1, 2, 3, 4, 5 burada 8-dir. Hərəsində bir dənə düşüb. 1, 2, 3, 4, 5, 6, 7. Bura 7-dir. Bura da 5-dir. Hansıdır tangens alfa? Qarşıdakı katetin bitişik katetə, düzdür? 7 böl 5. Kotangens beta. Yenə bu betadan gəlməliyik bu üç bucağa girməliyik. Baba buna. Amma hardan ara getməliyik? Təzə. Yenə düz bucaqlı üç bucağa getməliyik. Başqa üç bucaqdan işləyə bilmərik. Ancaq düz bucaqlı üç bucağa getməliyik. Bax buna. Deyib, bax, bu düz bucaqlı üç bucağa gətirməliyik. Kotangesi künclərə gətirməliyik. Hansısa küncə gətirməliyik. Buna gətirməliyik. Gəl gətirək. Bunun çarpazı buradır. Bununla bu paraleldir. Bunun çarpazı buradır. Elə? Bununki Bəli. buradır. Bu buradır. Bura gəlir aşağı. Sağ. Bu buradır. Bu buradır. Bu buradır. Yox, gəlir ortasına çıxır. Ora gəlmək olmaz. Gəlmək olmaz ora. Dayan görüm. Yaxşı olur. Gəlir ortada bir yerə çıxır. Küncə gəlməlidir. Küncə. Çarpazı bu buradır. Bunun çarpazı buradır. Bunun da çarpazı buradır. Burada beta var. Bura betadır. Hara eləyə bilərik? Uzaq demək olmaz ki. Bura betadır, bax, bura betadır. Bunu belə, bunu da belə eləsək, burada düz bucaqlı üç bucaq alınır. Düzdür? Bura 1, 2, Bəli. 2, burada 1, 2, 3, 4, 5. Burada 5. Hə, olar. Bunun betasını, kotangesini tapmaq üçün. Bunun kotangesini bitişik kateti o biri katetə böləcəyik. 2 böl 5. Düzdür? Tangesinə kotangesə böləndə 7 böl 5-i 2 böl 5-ə böləndə 14 böl 25 olur. Hadi, burada düzəldib. Bura gəldik, gördük ortalığa çıxdıq da. Burada nə o küncə gedə bildik, nə bu küncə gedə. Elə ondan sonra bunun özündə yarat. Bu misalları hansılar ki, içəri girəndən dərs başlayandan eləmişik. Onların hamısına bir-bir baxın. Çünki hamısı işlənməli misallardır. Sonra
o qədər yazmısınız. Əsas trigonometri yeniləri də yazmışam. Nə qədər yazmısan? Mən oradan valla 30 kimi yazmışdım. Söyleyeyim. Oradan oyuna yazmamısan. Mən siz birinci dediniz ki 100 dənə test. Mən axtardım gördüm birbaşa yəni 100 dənə olan test yoxdur da. Yoxdur, sənin Həm əlində 30-dan telefon var idi da. Bir kəlmə yazardın qrupa, nətər iki qızın ikisi keçib o biri fəsilə 60 dənə də oradan işləyiblər. Gördün orada yoxdur, dalından gediydin də. Bilmədin qrupa bir kəlmə yazaydın da. Niyə elə özünə sərf eləyən formanı götürdün ki? Elə buradan da biri 50-dən 60-dan işləsəydin əlvə yapışmayacaqdı ki. 3 nəfərsiz kişi işləyib, indi sən noldan birə getməlisən. Elə güclü uşaq da deyirsən ki, deyək, gələn dərsə onu da çatdıra bilərsən, bunu da. İndi oturub əziyyətini çəkib işləyərsən bugün bunları. Yaxşı. Deyin görüm, siz suallarınızı verin. Bunlar qoyub qabağına gedib 15 dənə misal işləyib gəlib, onu da 15-dən 10-u mən işlədim tezdən. Bir əlləş, bir çabala da, üstündə biraz artığın get. Əlvə yapışmayacaq ha. Bugün axşama bunları işləyib atırsan mənə. Bugün axşama. Saat 11-ə kimi də möhlət. Oturub dərsdən sonra bilmirəm. Qoy qabağıma işlə. 19. Kotanges alfa budur. Deyir bu ifadənin qiymətini tap. Aç bunu. Yuxarıdakının düstur olduğunu gözü seçir. Bəli. Deyil. Kosinus alfa çıx, sinus alfa. Yəni açıq B. Bəli. Böl. Ortaq vuruq çıxar. Sinüs alfa çıx, 2 kosinüs alfa. Olsun. Onlar bir olur. Bəli, 1 olur. 1 üstəcə kosinüs alfa sinüs alfa olur. Bura olur kosinus alfa çıx, sinus alfa. Bura da olur. 1 üstəcə kosinüs alfa. Böl. Sinus kvadratı alfa. Sinus alfa çıx. 2 kos alfa. Oxşarlıq olmadı heç nə. Mən birisini necələdim. Hamısını sinüs kubu alfaya qoydum. Olar. Bunun sənə başqa formasını öyrətmişdim. Elə bu yoldan sonraki yol oydu. Bunu sənə öyrətmişdim. Nəyini öyrətmişdim? Sənə demişdim ki, əgər tangens alfa verir qıraqda, sinusu, kosinusu verirsə neyinirdik? Kub olub deyən işləməmsən onu. Yadındadır, buna aid oyanlarda haradasa işləmişdin. Desən də əvvəllərində var idi. Qoy baxaq misallara. Bundan başqa haradasa sən mənə bunun sualını vermişdin. İndi gözüm seçmir. Axı sən o suallardan nəyisə soruşmuşdun məndən, yadındadırsa. Deyək, bax burada. Bax 17-yə bax, yadındadır, bunu da böldük. Eyni şeyi burada deyək. Baxın, 17-də görsən, sahib deməli bunları işləyəndə nə edəcəyib? Tangens alfanı verir, tangens alfanı. Öz də deyir, sinuslu, kosinuslu misal verir, deyir bunu tap. Tangens almaq üçün sinusu nəyə bölək? Ne zaman? Tangens almaq üçün sinusu nəyə bölək? Sinusu kosinüsü. Ona görə misalda görsən ki, özü tangesi verib ya da kotangesi verib, amma sinuslu, kosinuslu misal verib, hamısını bir-bir kosinus alfaya böl. Dənə-dənə. Sonra sinusu kosinusa böləsən tangesi eləyəcək. Kosinus kosinusa böləndə 1 eləyəcək. Bildin? 1, bu da tanges. Oradan da tangesləri yerinə qoyacaq. İndi eyni şeyi 19-da yazaq. 17-ni yazmısan, deməli 19-da yazmalıydım. Neyini? Kotangesin kubuna bölək. Çünki burada kosinusun kubudur. Bunu bölürük sinusun kubuna. Bunu da bölürük sinus kubu alfaya. Bunu da bölürük sinus kubu alfaya. Bunu da bölürük sinus kubu alfaya. Kosinusu sinusa böləndə eləyir kotangens kubu alfa. Çıx, sinusu sinusa böləndə 1 kublarını. Sinusu sinusa böləndə 1. Çıx, bunu sinus kvadratını sinus kubuna böləndə bir dənə sinus alfa qalır. Kosinusu da sinusa böləndə 2 kotangens alfa qalır, elə? Və salamda qiymətləri qoyaq yerinə. Kotangesin özü mənfi 1-dir. Kubu nə olacaq? O da Mənfi 1 yəni. Çıx 1 böl. 1 çıx 2 kotanges alfada mənfi 1-dir. Olur üstəgəl 2. Mənfi 2 böl 3.
Həmişə misalda əgər sinus kosinus soruşulsa və tangens verilsə və ya kotangens verilsə, başa düşün ki, tangesi yaradılmalıdır bu yanda. Sonra de görək. Sonra bir dənə 23-ə baxardıq. 23-ə yox, 23-ə, bəli. Bu ifadəni deyir sadələşdir. Kosinus kvadrat alfa üstəgəl 1 üstəgəl sinus kvadrat alfa üstəgəl. Aşağıda sinüs, yox, işte Kosinus başqa şey. kvadratı alfanı, kosinus kvadratı alfanı. Bax görsən burada bunu veribdi. Kosinus nəyə bərabərdir? İkisinin cəmi 1 idi. Kosinus kvadrat alfa 1 çıx sinüs alfa yazmaq olar. Sinus kvadratı alfa. Kvadrat, bəli, sinüs kvadrat alfa. Bunu da aç da. A kvadratı çıx B kvadratı. 1 çıx sinus alfa. Bir də 1 üstəgəl sinüs alfa. olardı, bəli. Böl 1 üstəgəl sinus alfa. Bundan bu getdi. Qaldı 1 çıx sinus alfa üstəgəl sinus alfa. Bundan da bu getdi. Qaldı 1. Aydın. Var, ortada Yazılmışam. denəli var. Yoxdur. Səviyyə səndə var. Var. De. 53. Bir dənə olar 26-ya baxaq, sonra keçərsiniz. Formulaya görə. Kotangens alfanı verib sinus alfanı istəyir. Bucaqda 3 pi bölü 2, yəni 270. 270 ilə 360-ın arasındakı bucaqdır. Yəni 4-cü rubun bucağıdır. Alfa müsbətdir, sinus alfa mənfidir. 1 üstəgəl kotangens kvadratı alfa bərabərdir 1 böl sinus kvadratı alfa. Deyə bu düsturu yerinə qoyub yazarsan. Düsturları əzbərlə. Artıq baxanda bilməlisən ki, bu ikisinin olduğu düstur haradır? Buradır. 1 üstəgəl 4 bərabərdir 1 böl sinus kvadratı alfa. 5 bərabərdir 1 böl sinus kvadratı alfa. 5 vur sinus kvadratı alfa bərabərdir 1. Sinus kvadratı alfa bərabərdir 1 böl 5. Sinus alfa bərabərdir 1 böl 5 kök altında plus minus. İndi bilməlisən ki, müsbətdir ya mənfidir. 270-dən 360 aralığı. Yəni buradır. Burada sinusun işarəsi nədir? Dördüncü rübdə. Mənfi. Mənfi 1 böl kök altında 5 y bəndi. Səviyyə neçə dedin? 53. 3 dedilər. ABC kvadratı 25 bərabər kvadrata bölünür. 1, 2, 3, 4, 5. Deməli, hərəsinə 1 düşüb. Ona da mütləq fikir verin. Birdən bura 10 olar, hərəsinə 2 düşər. YAD alfadır. YAD, bura alfadır. ADY beta olarsa tangens alfa üstəgəl kotangens betanı tap. Bunun tangesini istəyir. Tangens alfasını. Bu, bərabər tərəfli də deyil. AD 3 bucaqdır. Burada olmaz. Düz bucaqlı 3 bucaq tapmalıyıq. Dedi, burada düz bucaqlı 3 bucaq var. Bax, görsən. Bura alfadır. Bura nədir? Bura 90 çıx alfadır. Biz burada tapmalıyıq. Sonra onun alfa olaraq bura keçirdəcəyik. 90 çıx alfanın tangesini tapaq. Tangens qarşıdakı kateti. Bura nə qədərdir? Böl bitişik kateti. 1, 2, 3, 4. 4. Deməli, tangens 90 çıx alfadır. Çünki biz buranı tapırıq. Buranı. Bura 90 çıx alfadır. Bərabərdir. Qarşıdakı kateti 2-nin 4-ə, yəni 2-də 1-ə. Bu da getdi oldu. Kotangens alfa bərabərdir 2-də 1. Tangens alfa nəymiş? 2. Tangens alfanı tapdıq. Kosinus beta. Burada olmaz. Deyə burada tapacağıq. Çünki düz bucaqlı 3 bucağın bucağını tapmalıyıq. 90 çıx beta buradır. 90 çıx betanın kosinusunu tapanda. Bitişik kateti hipotenuza böləcəyik. 1, 2, 3, 4. Bura 4-dür. 1, 2, 3. 3 buradır. 3, 4. Pifagordan bura nədir? 5. Yazırıq. Kosinus 90 çıx alfa bərabərdir. Bunu tapanda bitişik kateti hipotenuza. Bu da getdi oldu. Sinus alfa 5 böl 4'dür. Amma bizə sinus alfa lazım deyil. Bizə kosinus alfa lazımdır. Kosinus alfanı da tapanda 1 çıx bunun kvadratı. 25'də 16. Eləyir 25'də 9. O da nəymiş?
5-də 3. Kosinus beta da Beşdə. olacaq 5-də 3. 2 üstəgəl 5-də 3. 13 böl 5. Tam da olsa. Bəli, bundan neçəsi düşüb, hamısı da eyni tipdə, hamısını da dirişmisiniz. Evdə bunları qoyursuz qabağınıza, bir də qəşəng baxırsınız. Özdə bu misalları mütləq ki salırlar, bu formanı. Çünki bunlar görürsünüz necədir? Mütləq müəllim. Həm kvadrat bərabərsizlik deyir, həm Pifaqoru öyrədir, həm trigonometriya var içində. Gör, bir sualla neçə dənə cavab alır uşaqdan. Ona görə bunlara atestator imtahanında bundan nə qədər olur həmişə. Var yenə. Nə qədər getmisən səviyyə? 60. Aslında kimi geçmişim ama yazmadıklarım var da. 60-a kimi? 62 kimi etmişim. Hı. Sən nə qədər getmisən? 63-64 yazmadım. 60-a baxaq dediniz, elə? Bəli. Tangens alfa üstəgəl kotangens alfa 3-ə bərabərdir. Olarsa tangens kvadrat alfa çıx 1 böl sinus alfa 1 böl üstəgəl bu ifadəsinin qiymətini tap. Tangens alfa ilə kotangens alfa bilsən nə deməkdir? Kotangeslə tangensin arasında necə münasibət var? Kotangesin yerinə Tangens nə yaz? alfa vur tangens alfa. Müəllim. Kotangesin yerinə 1 böl tangens alfa yazıram ki, bir dənə hərf olsun, bir dənə hərfi tapım. Düzdür, ortaq məxrəc olur tangens alfa. Bunu bir t ilə əvəz eləyək ki, tangens alfa bir t-dir. Olur t üstəgəl 1 böl t bərabərdir 3. Ortaq məxrəc t. T kvadratı üstəgəl 1 bərabərdir 3. T kvadratı üstəgəl 1 bərabərdir 3t. T kvadratı çıx 3t üstəgəl 1 bərabərdir 0. Oldu diskriminant. 9 çıx 4 vur 1. Bu görüm nəyi səhv elədin? T kvadratı çıx 3t oldu, üstəgəl 1. 9-dan 4-ün çıxanda 5, kök altda 5. Məncə məmə o biraz mürəkkəb yol deyil. Kvadratı yüksəldəndə Görək. Gəlin kvadrat yüksəldi. Elə mən də baxdım ki, diskriminantdan bir şey çıxsaydı, daha tez demək olardı. Diskriminantdan bir şey çıxmadı. Ona görə yaxşı olmadı. Niyə gecikir bilmirəm. Yaxşı, gəlin bir dənə baxaq. Tutalım bunu kvadrata yüksəltdim. Olacaq tangens kvadratı alfa üstəgəl 2 tangens alfa kotangens alfa üstəgəl kotangens kvadratı alfa bərabərdir 9. Düzdür? Tangens kvadratı bax budur. Kotangens kvadratı da budur. Bu ikisinin yerinə yazaq. Tangens kvadratı ilə kotangens kvadratını tapaq. Tangens kvadratı alfa üstəgəl kotangens kvadratı alfa bərabərdir. Tangesi kotangesə vuranda nə edir? 1. 9-dan da 2-sini çıxanda eləyəcək 7. Deməli, tangens kvadrat üstəgəl kotangens kvadratının yerinə tangens kvadratı kotangesin kvadratının 7 çıx 1 böl sinus alfa vur kosinus alfa. Sinus alfa kosinus alfanı qoy görək hardan tapaq. Gəl bunu açaq. Tangens alfa üstəgəl kotangens alfanı açaq. Tangens nə deməkdir? Sinus alfa böl kosinus alfa üstəgəl kosinus alfa böl sinus alfa bərabərdir 3. Ortaq məxrəci sinus alfa kosinus alfadır. Sinusu sinusa vuranda eləyir sinus kvadratı alfa üstəgəl kosinus da bura düşəndə eləyir kosinus kvadratı alfa bərabərdir 3. Sinusun üstə kosinus gəndə nə eləyir? 1. 1 böl sinus alfa kosinus alfa nəyə bərabər olur? 3-ə. Deməli, bu elə nə imiş? 3 imiş də. 7-dən də 3-ün çıxanda mən elə sinus alfa o kosinus alfanı tapa bilmirdim. O tərəfə qədər getmişdim. Gördüm, bunun özünü açsaq. Burada başqa heç nə yoxdur da. Bir dənə bu var da səviyyə. Bunu nəsə eləməliyəm. Əlac nədir? Ya kvadratı yüksəldərəm, ya da ortaq açaram da onu. Bunun başqa yeri yoxdur axı. Açmaqdan ondan başqa nə iş tapa bilərəm ki orada özümə? Все.
Bir dənə artmışı da baxaq da. Neçə? 63-ə. 3. Baxa. Bəli. P parametrinin hansı müsbət qiymətində müəyyən alfa bucağı üçün sinus alfa və kosinus alfa 8 px çıx 3 tənliyinin kökləri olar. Deyir bu tənliyin kökləri x1 üstəgəl x2. Tənliyin kökləri sinus alfa və sinus betdə olar. Yəni sinus alfa Bölməli deyilik olar. mənə. Hı? 8-də bölməli deyilik hamısını. Hələ bir yazaq tənliyin Al. köklərini. Bizə deyir ki, tənliyin kökündən biri olar sinus alfa. X2 də olar kosinus alfa. X2 də olar kosinus alfa. İndi gedək sən dediyin o viyyətə girək. Birinciyi bölürük. X kvadratı çıx P böl 8 x çıx 3 böl 8 bərabərdir 0. Yazırıq. Tənliyin köklərinin cəmi. Tənliyin köklərinin cəmi ikinci yerdə duranın əksi. Yəni P böl 8 eləyəcək. Tənliyin köklərinin hasili üçüncü yerdə duranın özü eləyəcək. Mənfi 3 böl 8 eləyəcək. Sinus alfa üstəcək kosinus alfa. Tənliyin kökləri olar. Gəl buranı açaq. Qüvvətə yüksəldirəm. Səndə mənim alınır. Sayın görməyən niyə belə eləyir? Şeylər eləyir. Buradasınız uşaqlar. Bəli, burada. Bu niyəsə çıxdı gözünə görüm atdı mənim. Buradaydı. Deməli dedi ki, sinus alfa üstəgəl kosinus alfa bərabər oldu P böl 8-ə, düzdür? Sinus alfa vur kosinus alfa da bərabərdir mənfi 3 böl 8-ə. Bunu dedik ki, kuba yüksəldək, kvadrata yüksəldək. Sinus kvadratı alfa üstəgəl 2 sinus alfa kosinus alfa üstəgəl kosinus kvadratı alfa bərabərdir P kvadratı böl 64. Sinusdan kosinusun kvadratı 1. 1 üstəgəl 2 vur. Sinus alfa kosinus alfanın yerinə deyə bunu yazacağıq. Mənfi 3 böl 8 bərabərdir P kvadratı böl 64. 1 üstəgəl 2 vur. Bu üstəgəl olmur, çıx olur. 2-ni 3-ə 6 böl 8 bərabərdir P kvadratı böl 64. Ortaq məxrəc 8. 8-dən 6-sını çıxanda 2 bərabərdir P kvadratı böl 64. Bundan bu getdi 8 qaldı. P kvadratı 2-nin 8-i 16. P bərabərdir plus minus 4. Hansı müsbət qiymətində? Müsbət 4 qiymətində. Aydın oldu. Bəli, mənim. Y bərabərdir sinus x və kosinus x funksiyası və onun xassələri. Sinusdan kosinusun əsas dövrü nədir? Dövrdən danışmamışıq. Yox. Dövr nədir? Bir-iki dənə cümlə deyim. Sinusdan kosinusun əsas dövrü 2 pidir. Yəni, sinus 30 dərəcədə aldığı qiyməti bir də nə vaxt alır? Məsəl üçün, sinus 30 dərəcədə 2-də 1 verir. Bax, burada 2-də 1 alır sinus. 2-də 1. Bu qiyməti bir də nə vaxt alır? Eyni ilə bu qiyməti. Bir də fırlanıb özünə gələndə, üstünə 270 gələndə alır. Üstünə 180 gələndə onu almır. Üstünə 180 gəlməsi üçün bu 180 qədər yol getməlidir. Bax, tutalım getdi 180 qədər.
180 gedər yolu belə gedir də yarım dairə. Burada o yenə 2-də 1 alır. Amma 3-cü rübdə işarəsi nədir? Mənfi. Mənfi 2-də 1. Başa düşürsünüz? Bu 2-də 1 almayacaq. Bu üstə 180 gələndə mənfi 2-də 1 alacaq. Amma sırf 2-də 1 alması üçün yenə gəlib öz yerində durmalıdır. Birinci rüb olmalıdır ki, bunu alsın. Ona görə dövrü, yəni bir tam dövr eləyib yenə öz qiymətini alması 2pidir. Sinus və kosinus. Əgər təkcəni olsa, yəni başlarında kvadrat olmasa, dövrləri eləyəcək 2pi. Əgər sinusdan kosinus kvadratda olsa sinus kvadratı alfa. Onun dövrü olacaq pi. Çünki kvadratı olanda bunun kvadratı 4-də 1 eləyir də. 4-də 1-i burada alır və həmin 4-də 1-i burada da alacaq. Çünki 2-də 1-i də, mənfi 2-də 1-də 2 dəfə öz-özünə vuranda 4-də 1 eləyəcək. Aydın oldu, nə dedim sən? Sinusdan kosinus, necə sizə kvadrat öyrətmişdim, ən kiçik, ən böyük qiyməti. Kvadratda olanda 0,1 olur, ayda olanda mənfi 1 olur. Bax, həmin şeydir bu da. Əgər sinusdan kosinus təkcənədirsə 2pi götürəsiniz, kvadratdadırsa pi götürəsiniz dövrünü. Nə edirik bunun dövrünü tapmaq üçün? Bizə dövrü tapmaq üçün. Yaxşı. Əynimin köynəyini dəyiş. Yəni uşaqlar, bu funksiyanın əsas dövrünü tapanda bizə pi və yanındakı x maraqlıdır. Başqa heç nə maraqlı deyil. X və pi-ni götürürük, bərabər deyirik dövrünə. Bunun x-dan pi-si nədir? 2x. Bunu bərabər edirik pi-yə. Niyə 2pi-yə bərabərləmirik? Burada kvadrat var. Gördünüz? Və x-i tap. X bərabərdir nə? Pi böl 2. DS bəndi. Gördünüz, təkcə nədir? Kvadrat olmasa nə olacaqdı mən? Kvadrat olmasaydı 2pi-yə bərabərlik tapacaqdın. Beyazlarda kosinus 2x bərabərdir 2pi. Kosinus yazmadıq. X və pi-ni yazdıq. 2x bərabərdir. 2pi, bildim. İkinci dəfə qulaq asın bir də. Ancaq x və x-a vurulanı götürəsiniz. X və x-a vurulan. Bu funksiyanın qiymətlər oblasını deyir. Funksiya təkcə nədir? Qiymətlər oblasını nə götürürdük? Nə idi qiymətlər oblasını? Qiymətlər mənfi 1. Mənfi 1, 1. Bir dəfə mənfi 1 qoyuruq sinusun yerinə, bir dəfə 1. Çünki kvadrat zəd. 4 çıx 2 vur 1. Yəni 4-dən 2-sini çıxırıq 2. Bir dəfə də mənfi 1 qoyuruq. Buranı müsbət eləyir. 4 üstə gəl 2, 6. Daxildir. 2, 6. Əvvəlki sinifin qaydaları. Funksiyanın qiymətlər çoxluğunu tap. Kosinusda opşuba, kosinusun içindəkinin yerinə bir dəfə 1 qoyacam, bir dəfə mənfi 1. Kosinus təkcə nədir? 3-ü 1-ə vurduq. 3, mənfi 3 deyə buradadır. Funksiyanın əsas dövrünü tap. Kvadratdadır. Nə götürək? Nəyə götürürük? X və x-a vurulanı nəyə bərabərləyirəm? Pi-yə. Kvadrat olanda pi-yə. X-i tap. Pi böl 5. Bunu kosinus kvadratı 3x çıx sinus kvadratı 3x. Belə olanda mütləq bir dənə hala salmalıyıq. Bu düsturdur. Hansı düsturdur bu? Kosinus 2 alfa. Yox, Yəni- bu deyil. Kosinus kvadrat alfa çıx sinus kvadrat alfa. Bax, qız oradan dillənir. Hansı düsturdur? Bunu aç görüm. Bu odur. Bunu yığanda qayıdıb 2 alfa deyəsən. 2 alfa. Yəni nə? 3x-i vurasan 2 eləyəcək. 3x-i 2-yə vur. 2 dənəlik kvadrat olanda işləyə bilmirik. Onu mütləq bir dənə hala salın. Əslində deyir bu funksiyanın dövrünü tap. Kosinus təkcə nədir? Nə edəcəyik? 6x-i nəyə bərabərləyəcəyik? Pi-yə. Demədik kvadrat olanda pi-dir. Təkcə olanda nəyə bərabərləyirik? 2 pi-ni də bölürük 6-ya. Pi böl 3. Funksiyanın əsas dövrünü tapın. Yenə. X və x-a vurulan. Hanı x və x-a vurulan? 5. 5 yoxdur. Ha, X və x-a vurulan. Vurulan səviyyə. Başqa heç ara sizə maraqlı olmasın əsas dövründə. Dövrü sözünü eşitdik. X və x-a vurulan. 3x bərabərdir. Sinus təkcə nədir? 2pi. X də bərabərdir. 2pi bölü 3. D, əsas dövrünü tap. X və x-a vurulan. 3x-i bərabərləyəsən 2pi-yə. Funksiyanın qiymətlər çoxluğunu tap. Sinus x-in qiymətlər oblasti mənfi 1, 1-dir. Burada nə olur olsun?
Bu hamısı bir x-dır. Sinus bir də x-dir yekə bildin. Opşi bunun yerinə bax, sinusun yerinə qoyasdan -1, 1. -1 qoyanda olur -5. Müsbət 1 də qoyanda müsbət 5. Görsən bu da var, bu da var. Daxildir ha -1, 1. Çünki 90-da -1-i alır. -270-də alır. Ona görə də bu cavabdır. Aydın oldu. Neysə Faydası da varsa bir ata yerinə mən bilərsiniz. bir dənə dövrünün qaydasını atacağam. Qalan heç nəyin o qiymətlər oblasında bax, qiymətlər oblastını deyir tap. Elə bu hamısı bir yerdə yekə bir x-dır. Sinus x. Qiymətlər oblastı nədir? -1, 1. Sizi çaşdırmaq üçün burada 50 formaya salacaq. Başa düşün ki, sinusun altında nə varsa hamısına x kimi baxacaq. Qabağında olsa sən deyəndir. 3 vur 1, 3 vur -1. Amma buradadırsa dəxli yoxdur. Bunun qiymətlər oblastı. Amma bir də söz deyim, bu 15-də niyə mənfi 1, 1 oldu? 1, 1 olmalı deyil. Demişdik 1, 1 olurdu. Deməmişdik 1, 1 olur. Demişdik -1, müsbət 1 aralığı olur. Heç kim deməmişdi 1, 1 aralığı. Hı. Bir dəfə müsbət 1 qoyuruq, bir dəfə -1. Qiymətlər oblastı dərsi. Bunu kitabdan sizə işlətmişəm, trigonometriya kitabından. Ən böyük qiyməti nədir sinusun? Vahid çevrədə. Burada ən böyük qiyməti burada alırdı. Yadındadır 1. Burada nə alırdı? -1. Onun qiymətlər oblastı bu aralıqda dəyişir. 2-də 1 alır, nə bu. Burada qiymət ala bilmir o. Ona görə onun ən böyük qiyməti 1-dir, ən kiçik qiyməti -1-dir. Qiymətlər oblastı ona uyğun seçilir. Yenə funksiyasının qiymətlər çoxluğu. Nə olacaq Nübar? Hara qoyuram? X. Bura 1 bax, kosinus x-in yerinə bir dəfə 1 qoyacam. 7 çıx, 3 vur 1, 3. 7-dən 3-ün çıxanda 4. Bir dəfə də -1 qoyanda bura müsbət olur. O da eləyir 10. Bu fəsli işləyirik. Nə qədərdir? Bax, görüm orada onu fəslən. 80 dənə. Nədən 80? Sinus x, kosinus x fəsilini evə. Yaxşı. Yəni 44-ə baxa bilərik. Neçəyə? 44-də orada. Funksiyasının qiymətlər oblastını tap. Sinus x, kosinus x-i vurma ilə olan bir şeyi, toplama ilə olan bir şeyi elə eləməlisən ki, bir dənə olsun. Nəyəsə vursaq bir dənə olar. Bax. Bunu eləsəydik bir dənə olardı, düzdür? Nə eləsən bir dənə halına salar. Bu. Eləyir sinus 2 alfa. Burada da 2-də 1 qalır. Çıx 2-də 1. Opşu bunun yerinə 1 qoy. 2-də 1, çıx 2-də 1. Elədi 0. Bir dəfə də müsbət olur. 2-də 1 ilə 2-də 1 toplayanda 1, 0. -1, 0. Yoxsa 1, 0 var burada. 0. 2-də 1 üstə gəl 2-də 1 də 1. Bir dənə də baxım. 2-də 1 sinus 2x. Çıx 2-də 1. -1, 1 verməliyik. Bura -1 verdik. -2-də 1 çıx 2-də 1. Hə, -1 eləyir. 0-da, o birisi də 0. Deyə yevəndir. Birinci dəfədə biraz çətin işləyəsiniz. Onsuz da suallarınız mənə qalacaq, bir yerdə işləyəcəyik. Amma özünüz bir yerə kimi gedin. Elə burada bir neçə dənəsini, bir 10 dənəsini, 5 dənəsini mənə işlətdiniz. Səsə yenidən qulaq asın. Bunda başa düşəsiniz.